yaşanmışlıqlar bir taleyə çevrilə bilirmi? Çevrilir və o öz ziyanını belə deyək, travma ziyanını əsas 3-7 yaşımıza qədər aldığımız travmalarda biri də kədərlə bağlıdır, qorxu ilə bağlıdır, qəzəblə bağlıdır. Evdə mənə şikayət elədilər ki, bu uşaq hər şeydən qorxur. Bir tık olan kimi qorxur. Niyə qorxur? Bilinmir. Sonradan söhbət əsnasında məlum oldu ki, bunun nənəsi zəlzələ keçirdi. Nənənin keçirdiyi qorxular, belə deyək, uşaq ki, zəlzələ keçirməyib ki, eyni nənənin reaksiyasını uşaqdan aldıq. Yəni biz, bu təsadüfi deyil, bunlar heç biri təsadüfi deyil. Leningrad blokadası zamanı bunun kədərin, yəni acının, təməl duyğuların, o çıxmış insanlar var idi. Onlar psixoloji travmadan çox fizioloji travma keçirmişlər. Çünki onlar aclıq keçirmişlər. Onu öyrənən alimlər 2 dənə şeylə rastlaşıblar. Birincisi, o insanların evləri, nəvələrinin, nəticələri evlərində həmişə yığılmış konservlər, nələr. Acılığa hesablanmış. O insanların evladlarının çoxunda hansı xəstəliklər olsa yaxşıdır? Köklük, şişmanlıq və diabet xəstəlikləri. Bu təsadüfi deyilmi? Təsadüfi deyil. Bu deyirsiniz epigenetik. Bəli, buna psixosomatika deyirlər. Yəni insanın psixosomatik bir şeydir. Yəni insanın keçirdiyi sarsıntıların bədəndə ifadəsi, bir xəstəlik vasitəsilə ifadəsi. Bu təsadüfidirmi? Bu qədər təsadüf mü olar?